Dinamik diaqnostika və multidisiplinar yanaşmanın önəmi. Xüsusilə bildiyiniz kimi 0-6 yaş qrupunu əhatə edən istər neuroinkişaf pozuntuları, istər digər bənzəri pozuntular mürəkkəblik göstərdiyindən biz dinamik diaqnostikanı önəririk. Yəni tək bir testlə, tək bir müayinə ilə, tək bir gün içərisində övladımızın inkişafını dəyərləndirmək və bir tanı qoymaq uyğun olmayacağından bu yaş qrupunda dinamik diaqnostikanı, yəni birdən çox dəyərləndirmə vasitələri ilə eyni zamanda da çox disiplinli dediyimiz yanaşmanı bizim sərgiləməyimiz bu pozuntularda daha uğurlu nəticələr əldə etməyimizə köməklik göstərir. Bunun üçün 0-6 yaş qrupunun önəmini başa düşməliyik. Çünki övladımız bu yaş qrupunun üzərinə, bu təməllərin üzərinə qurulur gələcək gelişimi. Bu baxımdan valideynlərə tövsiyəm mütləq formada müraciət etdiyiniz istər mütəxəssislərin, istər dəyərləndirmə yöntəmlərinin və ya getmiş olduğunuz mərkəzlərin düzgün seçilməsi övladınızın gələcəyində çox ciddi rol oynayır. Bu baxımdan bu prinsip hər birimiz üçün, hər bir uşağın inkişafı üçün daha uyğun olacağı və daha effektiv olacağı valideynlər bilməlidir.